Salam, hər vaxtınız xeyir olsun dəyərli həmkarlar, dəyərli müəllimlər və müəllim olmağa hazırlaşan namizədlər. Mən əvvəla sizlərin hər birini təbrik etmək istəyirəm. Niyə? Gözünüz aydın olsun ki, bu il MİQ qiymətləndirmə çərçivəsi ötənlərə nisbətən daha tez təqdim olunub. Biz adətən öyrəşmişik bu çərçivə sənədi fevral, mart, hətta aprel ayında təqdim olunsun. Ən azından bu il könüllərinə insaf gəlib, MİQ qiymətləndirmə çərçivəsini daha erkən vaxta bizlərə təqdim ediblər. Yəni biz oktyabr ayında, düzdür, oktyabrın son günüdür. Oktyabr ayında ən azından bu sənədlə tanış olmuş olduq və gördük ki, hansı mövzular daxil edilib, hansılar çıxarılıb. Yəni biz hansı istiqamətdə getməliyik ki, nəhayətində uğur qazana bilək. Əvvəla qeyd etmək istəyirəm ki, əslində Azərbaycan dili fənnindən bir o qədər də köklü dəyişikliklər olmayıb. Əsas dəyişiklik ədəbiyyat fənni ilə bağlıdır. Söhbət bizim ixtisasdan gedir. Ədəbiyyat fənnindən bağlı dəyişiklik isə ona görədir ki, bildiyimiz kimi 6-cı sinif ədəbiyyat dərsliyi yenilənib və yenilənmiş ədəbiyyat dərsliyində həqiqətən də çox köklü dəyişiklik var. Bizim öyrəndiyimiz və öyrətdiyimiz əsərlərin böyük əksəriyyəti həmin kitabdan çıxarılıb, həmin dərslikdən çıxarılıb və əvəzinə yeni mövzular daxil edilib. Hansı ki, bu mövzular indiyə qədər tədris olunmayıb və baxın, köhnə mövzuların çıxarılması, yeni mövzuların daxil edilməsi MİQ çərçivə sənədinə təsir edib. Düzdür, bu abituriyentlərin qəbuluna təsir eləməyib. Niyə təsir eləməyib? Çünki bu il imtahan verəcək abituriyentlər həmin kitabdan öyrənməyiblər, həmin kitabı oxumayıblar. Onların oxuduğu kitab bizim bildiyimiz köhnə 6-cı sinif kitabı idi. Şagirdlərə bu 6-cı sinif dərsliyində yer almış yeni əsərləri təqdim eləmək ədalətsizlik olardı və Dövlət İmtahan Mərkəzi də öz ədalətli prinsipini qoruyaraq 6-cı sinifin yeni dərsliyinə əlavə olmuş əsərləri şagirdlərin qəbuluna salmır. Ancaq biz nəzərə alaq ki, MİQ imtahanına hazırlaşan müəllimlər uğur qazandıqları halda məktəbdə tədris eləməyə başlayacaqlar və heç kim zəmanət verməyib ki, həmin müəllimə 6-cı sinif verilməyəcək. Həmin 6-cı sinifdə tədris eləyəcək müəllim bu əsərləri bəri başdan öyrənməlidir. Bəri başdan bu əsərlərin məzmunu ilə, ideyası ilə tanış olmalıdır ki, sabah biri gün məktəbdə işləməyə başlayanda həmin mövzuları şagirdlərə tədris eləməkdə çətinlik çəkməsin. Yəni, məqsəd budur. Məqsəd müəllimi məktəbə tam hazır eləməkdir. Yəni, əgər sənin niyyətin məktəbdə müəllim olmaqdırsa, sən nə ilə keçəcəksən? Dərslikdən keçəcəksən və sən dərslikdəki əsərləri bilməlisən. Düzdür, bir o qədər də keyfiyyətli əsərlər deyirlər. Çox böyük təsirlə qeyd etmək istəyirəm. Ədəbiyyatımızda o qədər mükəmməl, o qədər gözəl, tərbiyəvi əhəmiyyəti olan, böyük olan əsərlər var ki, yəni, mən olsaydım dərsliyin müəllifi, onları salardım. Düzdür, daxil edilən əsərlərin hər birinə mən pisləyə bilmərəm. Arasında doğrudan da yaxşı olan əsərlər var, amma eyni zamanda dediyimdə şagirdə bir faydası olmayacaq əsərlər də var. Məcburuq öyrənməyə, dərslikdə budur, bunu tədris eləyəcəyik. Ona görə də biz bu əsərlərin məzmununu öyrənməliyik, başqa çarəmiz yoxdur. Dərslik nədirsə onunla gedirik. Təəssüflər olsun ki, dərsliklə kənara çıxa bilmirik. Ona görə də həmin əsərlərin, belə deyək də, əsərlərdə, ədəbiyyat fənnində əsərlərdə xeyli dəyişiklik olduğuna görə düşünürəm ki, bu il MİQ çərçivə sənədini daha erkən təqdim ediblər ki, sonradan müəllimlərin haqlı narazılığı olmasın, həmin narazılığın qarşısını almaq üçün bəri başdan addım atıblar ki, baxın, biz hələ oktyabr ayından, baxmayaraq deməyəcəklər ki, oktyabrın son günü təqdim eləmişik, deyəcəklər ki, oktyabr ayından çərçivə sənədi sizlərə təqdim olunub, ta ki, iyul ayına qədər sizin vaxtınız var idi, zəhmət çəkərdiniz, oxuyardınız, hazırlaşardınız və imtahana hazırlıqlı gələrdiniz. Ona görə də bəri başdan təqdim eləyiblər. Çox danışdım, vaxtınızı çoxaldım. Gəlin, indi çərçivə sənədindən tanış olaq. Mən bu dəfəki video izahda sizlərə Azərbaycan dili və ədəbiyyat istiqamətində Azərbaycan dili fənnindən təqdim olunmuş məzmun sahələri üzrə mövzularla tanış edəcəm sizləri. Ədəbiyyat fənninə toxunmayacağım. Belə deyək də, filologiya istiqamətində Azərbaycan dili fənni əhatə edən məzmun sahələrindən tanış olacağıq. Mən ekrana 2 çərçivə sənədi yerləşdirmişəm. Ekranın sol tərəfində gördüyünüz, yəni bu tərəfdəki 2026-cı ilin
yəni yeni MİQ qiymətləndirmə çərçivəsidir. Ancaq sağ tərəfdə olan 2025-ci ilin, yəni ötən ilin çərçivə sənədidir. Mən özüm ikisini yerləşdirmişəm ki, müqayisəli şəkildə təqdim edeyim və bu cür sizlər üçün daha aydın və daha anlaşılıqlı olsun ki, müqayisə apara biləsiniz. Hansı mövzular çıxarılıb, hansılar daxil edilib. Düzü, mən çıxarılan bir mövzu görmədim, daxil edilənlər var. O da, yenə deyirəm, dərsliyin yenilənməsinə əlaqədar olan məsələdir. Düzdür, Azərbaycan dilində elə mövzular var ki, əslində onlar dərslikdə yoxdurlar, şagirdlərə tədris olunmur, amma şagirdlərə tədris olunan mövzularla birbaş əlaqəsi olan mövzular olduğuna görə MİQ çərçivə sənədinə daxil ediliblər. Belə, yenə çox danışdım. Gəlin başlayaq görək ki, bizə Azərbaycan dili fənni üzrə hansı məzmun sahələri təqdim olunub. Birik ki, Azərbaycan dili fənni üzrə 25 sual təqdim olunur. Həmin 25 sualdan 10 sual oxu məzmun sahəsini əhatə edir. Biz oxu deyəndə nə nəzərdə tuturuq? Mətn üzərində işi nəzərdə tuturuq əlbəttə ki. Yəni oxuyub anlamanı nəzərdə tuturuq. Oxu məzmun sahəsi məhz mətn üzərində işi nəzərdə tutub. Bəs gəlin baxaq görək, mətn üzərində iş hansı istiqamətlərdə aparılacaq? Yəni sizə təqdim olunan mətnlərdə sizdən hansı bacarıqlar tələb olunacaq? Sizin hansı bacarıqlarınız yoxlanılacaq? Birinci bənddə deyilir ki, mətnin xüsusiyyətlərinin müəyyən edilməsi. Baxın, ötən ildə var idi bu, mətnin xüsusiyyətlərinin müəyyən edilməsi. İlk başda bu adıma qəribə görünür ki, görürsən, mətnin xüsusiyyətlərinin müəyyən edilməsi deyəndə mən burada nəyi müəyyən eləməliyəm? Ümumiyyətlə, müxtəlif kateqoriyalara görə mətn növləri var və mətn növləri bu müxtəlif kateqoriyalara görə təsnif olunurlar. Belə ki, yazı tiplərinə görə biz mətnin təsnifatını bu cür görürük ki, nəqli mətnlər var, təsviri mətnlər var, informativ və mühakimə tipli mətnlər var. Yaxud üslubuna görə deyirik ki, elmi var, publisistik var, bədii mətnlər var, rəsmi işgüzar, sənədlər var, elmi kütləvi mətnlər var, ədəbi bədii mətnlər var, bədii publisistik mətnlər var və s. Və biz rəsmi işgüzar sənədlərlə yanaşı əməli təlimat xarakterli mətnlərlə danışa bilərik. Eyni zamanda məişət üslubunda olan mətnlərə də təsadüf eləmək olur. Baxın, bütün bunlar hamısı belə deyim, mətnin ümumi xüsusiyyətidir. Sizə bir mətn təqdim oluna bilər. O mətn ola bilər bədii mətn olsun, ola bilər informativ mətn olsun. Bədii mətn daha çox deyirlər ədəbi mətn, nədənsə bu cür qruplaşdırırlar. Baxın, o üslubu demirəm, üslub başqa. Sadəcə mətni iki yerə bölürlər. Deyirlər ki, var informativ mətnlər və var ədəbi mətnlər. Ədəbi mətnlərə bəzən elə bədii mətnlərə deyirlər, informativ mətnlərə sənədli mətnlər də deyirlər və yaxud da ki, bədii mətnlərə ədəbi mətnlər, informativ mətnlərə isə elmi kütləvi mətnlər deyirlər. Baxın, sizə bu istiqamətdə müxtəlif mətnlər təqdim oluna bilər. Ola bilər ki, həmin mətnlərin məzmunu soruşulsun və yaxud da ki, həmin mətnlərin strukturuna bağlı bir sual soruşulsun. Həmin mətnlərdə daha çox, baxın, bu istiqamətdə olur. Doğru fikirləri müəyyənləşdir, yanlış fikirləri müəyyənləşdir. Mətndə bu barədə məlumat var, mətndə bu barədə məlumat yoxdur. Baxın, mətn ümumi xüsusiyyətləri deyəndə adətən təqdim olmuş müxtəlif tipli bu adını sadaladığım mətnlər arasından bu mətndə verilən bu məlumat doğrudur, mətndə bu barədə məlumat var, mətndə bu barədə məlumat yoxdur. Baxın, bu istiqamətdə olur. Yəni, mətnin xüsusiyyətlərinin müəyyən edilməsi başlığı sizi çaşdırmasın. Burada belə deyək də, mətn üzərində ümumi iş istiqamətində sual olacaq. Daha çox da mətnin məzmunu ilə bağlı sual olacaq. Belə fantastik bir şey gözlənilmir. Narahat olmayın. İkinci yarımbaşlıqda mətnin tərkib hissələrinin giriş, əsas hissə, nəticə hissəsinin müəyyən edilməsidir. Biz bilirik ki, hər bir mətn 3 hissədən ibarət olur. Giriş hissə adətən mətnin birinci abzası olur. Əsas hissə və nəticə hissədə mətnin son abzası olur. Yerdə qalan daha geniş həcmli hissə olur əsas hissə. Mətnin tərkib hissələrinin müəyyənləşdirməsi istiqamətində adətən suallar belə olur ki, məsələn, mətnin giriş hissəsini hansı cümlə ilə genişləndirmək olar və yaxud da ki, mətnin nəticə hissəsinə uyğun olmayan bir cümlə verir. Əslində o cümlə mətnin giriş hissəsində olmalıdır. O cümlənin yerini dəyişmək soruşulur və yaxud da ki, mətnin əsas hissəsində mətnin məzmununa bağlı olmayan bir cümlə olur. Onu müəyyənləşdirmək bu cür. Yəni
tərkib hissələrlə bağlı suallar bir o qədər çətin olmur. Burada sizin boyunuza düşən əsas iş mətnin tərkib hissələrini düzgün müəyyənləşdirmək bacarığıdır. Və yaxud da belə təqdim oluna bilər sizə. Bütöv mətn verirlər, deyər ki, bu mətni əsas, giriş və nəticə hissələrinə ayır. Bir dəfə hardasa görmüşdüm, elə bir sual idi ki, giriş hissə hansı sözlə başlayan cümlə ilə başlayır, əsas hissə hansı sözlə başlayan cümlə ilə başlayır və nəticə hissə hansı sözlə başlayan cümlə ilə başlayır. Yəni, bu istiqamətlərdə sual ola bilər. Baxın, keçən il elə bu istiqamətdə deməli, mətn üzrə fəaliyyət verilib. Yəni, yenilik deyil, keçən il də var idi. Kontekstdə əsasən söz və ifadənin mənasının müəyyən edilməsi, bu baxır sizin söz ehtiyatınıza, sözlərin mənasını müəyyənləşdirməkdə nə qədər bacarıqlı olmağınıza. Baxın, dilimizdə elə sözlər var ki, onlar bir deyil, bir neçə məna ifadə eləyirlər. Mən həmişə şagirdlərə misal çəkirəm. Bilmirəm, nədənsə o sözü misal çəkirəm daha çox. Bir açılmaq sözünü misal çəkirəm, bir də xam sözünü misal çəkirəm. Açılmaq sözünün baxın müxtəlif mənası var. Bir bağlı olan bir şeyin açılması, bir söhbətin açılması, gülün açılması, yəni müxtəlif mənalar ifadə edə bilir bu söz. Mən həmişə nə deyirəm şagirdlərə? Deyirəm ki, nə görə şagirdlərə deyirəm? Mən şagirdlərə tədris edirəm, müdavimlərə tədris eləmirəm. Ona görə belə deyirəm ki, sən bu açılmaq sözü hansı mənanı ifadə edir bilmək istəyirsənsə, həmin sözə cümlənin daxilində baxmalısan. Cümlənin daxilində baxdığın halda onun hansı mənanı ifadə elədiyini müəyyənləşdirə bilərsən. Kontekst daxilində müəyyənləşdirmək də məhz budur. Eyni söz müxtəlif cümlələrdə fərqli mənalar verə bilər. Sən sözün kontekstə uyğun mənasını tap deyirsə, ona cümlə daxilində baxmalısan. Sözü eşidərkən birbaşa ağlına gələn mənaya kökləməli deyilsən. Baxın, nə deyir şərtdə? Deyir ki, kontekstə əsasən söz və ifadələrin mənasının müəyyən edilməsi. Yəni, sən sözə cümlə daxilində baxacaqsan, mətn daxilində baxacaqsan. Eyni söz müxtəlif cümlələrdə müxtəlif mənaları verə bilər. Və bununla bağlı test sualda adətən bu istiqamətdə olur ki, tutaq ki, mətndə verilib xam sözü, tərkibində heç bir qatqısı olmayan maddə və yaxud da ki, tərkibində tutaq ki, heç bir qatqısı olmayan qızıldır, xam qızıl deyirlər. Bu mənada işlənib xam sözü mətnin daxilində. Sənə testin sualında deyir ki, tutaq ki, qara hərflərlə verilmiş sözün, bu xam sözüdür, mətndəki kontekstindən kənar məzmunda işləndiyi cümləni seçin. Sən bilirsən ki, bu xam sözün mətnin kontekstindəki mənası tərkibində heç bir qatqısı olmayan maddə deməkdir. Sən elə bir cümləni seçməlisən ki, oradakı xam sözü bu mənanı ifadə eləməsin. Məsələn, deyərəm ki, o çox xam adam idi, gəldiyi bu müəssisədə baş çıxara bilmədi. Baxın, burada artıq xam, həmin xamın mənasında olmayacaq. Kontekstdən kənar məna ifadə edir xam, eləmi? Yəni, sözün kontekstə uyğun mənası deyəndə bu nəzərdə tutulur. Sözün yer aldığı cümlədə ifadə elədiyi məna. Bu da mətn daxilində çox rahat, çox asan şəkildə müəyyənləşdirə bilən bir məsələdir. Bəzən hətta elə olur ki, dəfələrlə başıma gəlib, da ki, mən o sözdən ilk dəfədə rastlaşmışam, amma mətnə baxaraq o sözün mənasını müəyyənləşdirə bilmişəm. Çünki kontekst mənə imkan verib ki, mən o sözün mənasını müəyyənləşdirə bilib. Belə, buna da baxdıq. Mətnin üslubundan görə fərqləndirilməsi çox maraqlı, çox asan və bildiyimdə kaş elə bütün suallar üslubdan olardı. Çox rahatdır üslubu müəyyənləşdirməsi. Sizə qalan iş nədir? Bildiyimiz həmin funksional üslubları öyrənmək, onların xüsusiyyətlərini əzbərləmək, əzbərləyin və bütün üslubları birləşdirən ortaq cəhətləri bilmək. Nə deyirik? Deyirik ki, bütün üslublar funksionaldırlar, bütün üslublar ədəbi dil təşkil edirlər, bütün üslublar ictimai, belə deyək də, təfəkkürü ifadə eləməyə yönlənmiş üslublardılar və ya da ictimai təfəkkürü müxtəlif istiqamətlərdə özündə əks etdirirlər. Yəni, ortaq cəhətlərini də bildinizsə, o mətnin sualını sözsüz ki, doğru cavablandıracaqsınız. Narahat olmayın, üslubiyyat o qədər də çətin olmur. Mətnin üslub və struktur xüsusiyyətlərinə görə təhlil edilməsi. Baxın, üslub və strukturu ikisini birdən verir. Struktur olmazsa olmaz sual tipidir. Mütləq ki, bir sualınız strukturla bağlı sual olacaq. Strukturla bağlı sual necə olur? Belə deyək, mətn düzgün abzaslara bölünmür. Deyir ki,
hansı abzas düzgün bölünməmişdir, bu strukturla bağlı sualdır və yaxud da ki, mətndə abzasların yeri fərqli verilir. Deyir ki, yerləri yanlış verilmiş abzasları müəyyənləşdirir və yaxud da ki, əslində əsas hissədə olmalı olan bir cümlə getirilir ta ki, giriş hissəyə və yaxud da ki, giriş hissədə olmalı olan bir cümlə verilib nəticə hissəyə. Sən o cümləni tapmalısan və yerini dəyişməlisən. Baxın, strukturla bağlı suallar bu tipdə olur. Və yaxud da ki, mətn bir abzası düzgün bölünməyib, əslində 2 abzasa bölünməlidir. Deyir, sual verir ki, mətn hansı abzası bir daha abzasa bölünməyə ehtiyac duyur da. Yəni, mətnin hansısa bir abzasını biz daha bir abzasa bölməliyik. Strukturla bağlı suallar bu istiqamətdə olur. Nədənsə müəllimlər bu istiqamətə çətinlik çəkirlər, amma düşünürəm ki, əgər siz mətn oxuyanda bütün qayğılarınızı kənara qoysanız, bütün əlavə fikirlərinizi kənara qoysanız, sizin öhdəsindən gələ bilməyəcəyiniz bir məsələ yoxdur. Sadəcə olaraq mətn oxuyarkən hər şeyi unutmalısınız. Dünyada bir mətn qalmalıdır, bir də siz qalmalısınız. O mətni həzm eləməlisiniz. Üzr istəyirəm, o mətni yeməlisiniz, o mətni duymalısınız. Hansı mətn olmağından asılı olmayaraq, siz oxuduğunuz mətni duysanız, mən sizi əmin edirəm ki, siz o mətnin sualını doğru cavablandıracaqsınız. Sadəcə olaraq o mətnlə işləyəndə, vay, görəsən neçə bal toplayacağım, ay Allah, bunu elə bilməsəm, filan kəs filan şey deyəcək, ay Allah, bu dəfə də imtahandan kəsəcəm, mən filan kəsin üzrə necə baxacağım, hər şeyi unuduruq. Mətn işləyəndə bir tək dünyada mətn qalır və biz qalırıq. Yaxşımı? O mətni duyuruq, o mətni yaşayırıq, o mətni həzm edirik ki, mətnlə bağlı sualı düzgün cavablandıra bilək. Mətnlə işləməyin taktikasını istəyirsiniz, budur taktikası. Ən birinci adım budur. Mətni duy, mətni yaşa, mətni hiss elə. İstər elmi mətn olsun, istər bədii mətn olsun, istər publisistik mətn olsun, fərq eləmir. Sən mətni duydunsa, sən mətni yaşadınsa, sən onu yerinə yetirə biləcəksən. Əmin ol buna. Taktika istəyirsiniz, düzgün taktika. Birinci taktika budur. Yerdə qalanı artıq sənin bacarığına qalıb. Yerdə qalanı artıq sən il ərzində hazırlaşarkən işlədiyin mətnlərin sayına baxıb, sən nə qədər çox mətn işləsən, o qədər özünü avtomatlaşdırmış olacaqsan. Yəni, əsas adım budur, mətni yaşamaq. Yerdə qalanı, yenə deyirəm, qalıb sənin artıq bu bir il ərzində öz üzərində işləməyinə. Qalanı budur. Belə, çox danışdım yenə. Dedik strukturda. Mövzu və ideyanın müəyyən edilməsi. Mövzu və ideyanın, müəllimlər adətən ideyanın müəyyən edilməsində problem yaşayırlar. Mövzu nədir? Mövzu təqdim olunan mətndə nədən bəhs olunur? Məsələn, mən oxuyuram, dostluq, iki dostun münasibətidir, dostların bir-birinə vəfalı, sadiq olmasıdır və ya da xəyanət etməməsidir. Mövzu nədir? Dostluq və ya məhəbbət haqqında danışır. Bir aşiqin bir məşuqəyə, nə bilim, necə sevda duymasından, onu necə sevməsindən, sadiqlən və s. Mövzu nə olacaq? Sevgi olacaq və ya da ki, vətənpərvərlikdən danışır, vətənin müdafiəsindən danışır. Mövzu nə olacaq? Vətən mövzusu olacaq. Yəni, mətnin məzmununda nədən söhbət gedirsə, mövzuda odur. Deyirdik, ədəbiyyatda nə deyirik mövzuya? Deyirik ki, müəllifin deməli, sevib seçdiyi bir hadisənin əsərə gətirilməsidir mövzu. Eləmi? Və mövzu, belə deyək də, mən indiki dövrdə yaşayıb 41-45-dən bir əsər yaza bilərəm. Və yaxud da ki, baxmayın ki, pandemiya çoxdan bitib, mən oturub indi pandemiya mövzusunda bir əsər də yaza bilərəm və yaxud da ki, 44 günlük müharibə mövzusunda indi də mən əsər yaza bilərəm. Bunu 20 ildən sonra da kimsə yaza bilər. Yəni, mövzu, belə deyək də, aktuallığını itirmir. Düzdür, müəyyən mövzular var ki, yarandığı dövrdə daha aktual olar. Məsələn, elə 44 günlük vətən müharibəsini deyək. 44 günlük müharibədə aktual mövzu məhz vətənpərvərlik mövzusuydu. Amma bu demək deyil ki, ancaq o dövrdə yazılmaydı bu vətənpərvərlik. Vətən mövzusudur, sevgi mövzusudur. Elə mövzulardır ki, onlar daim aktualdılar və istənilən müəllif, istənilən bir dövrdə həmin mövzulara müraciət edə bilər, eləmi? Yəni, mövzu rahatdır, oxuyaraq onu müəyyənləşdirə bilirik. Məsələ ideya məsələsidir. Adətən ideya bu cürdə verilirsə ki, mətndəki əsas fikri müəyyənləşdirir. Elə əsas fikri müəyyənləşdirmək ideyanı müəyyənləşdirməkdir. İdeya nədir? Müəllif bu əsərlə bizə nəyi deməyə çalışıb? O bizə nəyi öyrətməyə çalışıb? O bizə hansı doğru yolu göstərib? İdeya adətən müsbət fikir orada. Müəllif bizə pis yol göstərməyəcək ki, ideya ilə. Bizə hansı doğru yola yönləndirəcək? Bizə nəsə müsbət bir şey təbliğ eləyəcək, eləmi? Və ideya da mövzu ilə sıx bağlı olur. İdeya, belə deyək də,
mövzu və ideya bir-birindən əlaqəlidir. Mən ideyanı başqa, mövzunu başqa götürə bilmərəm. Mövzu və ideya bir-birindən bağlı olmalıdır. Yəni əsərdə təqdim olunan ideya əsasında mövzunu seçir müəllif. Məsələn, mənim ağlıma bir ideya gəlir ki, qoy mən dostluqda belə bir tutaq ki, statusluq cümlə deyirəm də, mən həmişə şagirdlərə deyirəm ki, mətnin ideyası statusluq cümlədir. Qarşıma bir statusluq cümlə çıxır, deyirəm ki, nə qəşəng cümlədir. Bundan qəşəng mətn ideyası olur və götürürəm bu ideyaya aid bir mövzu düşünməyə, mövzu düşünürəm və bir əsər ərsəyə gətirmiş oluram. Yəni, ona görə deyirəm ki, ideya və mövzu bir-birindən sıx bağlıdır, onlar bir-birindən sıx əlaqəlidir və sizdən ideyanı seç deyəndə adətən, yenə deyirəm, siz gedin o statusluq sözlər axtarın. Bəzən olur ki, bəli, etiraf edim ki, 5 bəndin 5-i də statusluq cümlə olur. Yenə deyirəm, mən statusluq cümlə ilə düşünürəm ki, bu cür daha rahat olur da. Müasir dövründən əlaqələndirmə edirik, kurikulumun tələbi, həyatla əlaqələndiririk. Baxın, baxırsan ki, 5-i də belə super cümlələrdir də, nə yazardım onun statusuma paylaşardım. Nə olsun? Bəli, 5-i də gözəl fikirlərdir, 5-i də doğrudan da sənə belə çox təsir edir, doğrudan da o 5-ini sən həyatında bu və ya digər şəkildə görmüsən, amma sən götür bunun 5-ini də mətn ideyası götürməyəcəksən ki, ideya mətn məzmunu ilə səsləşməlidir. Yaxşımı? Ta ki, sənin mətnində satqınlıqdan söhbət getməyib. Sən satqınlıqla bağlı aforizmi necə götürə bilərsən mətnin ideyası? Və yaxud da ki, sənin mətnində, dediyimdə, bir sevgilinin sevgisinə xəyanəti barədə söhbət açılmayıb. Sən sevgiyə xəyanət barədə olan fikrini necə götürə bilərsən mətnin ideyası kimi? Mətnin ideyasını sən mətnin məzmunu əsasında müəyyənləşdirməsən, bir də sizə ipucu verim, mətnin ideyası adətən onun son abzasında verilir. Sən adətən son abzasına görə tapırsan ideyanı. Niyə? Son abzası nədir? Nəticə. Müəllif bu boyda hadisəni danışdı. Niyə? Gəlib bu nəticə çıxsın deyə. Və həmin o nəticədə də sənə nə isə öyrətməyə çalışır, sənə nəsə yön verməyə çalışır, sənə nəsə istiqamət verməyə çalışır. Deməli, mətnin ideyası elə son abzasında gizlənib. Eləmi? Bu da oldu bizim ideyamız. Fikirlər, faktlar və hadisələr arasındakı əlaqənin müəyyən edilməsi, bu qalıb biraz sənin məntiqi təfəkkürünə. Baxın, ötən ildə yoxdur belə bir deməli fəaliyyət istiqaməti. Baxın, bu yenidir. Gəlin işarələyək. Fikirlər, faktlar və hadisələr arasındakı əlaqənin müəyyən edilməsi. Baxın, bu yenidir. Ötən ildə yoxdur belə bir yarımbaşlıq. Nə edəcəklər? Sizə elə bir mətn verəcəklər ki, o mətndə müəyyən faktlar olacaq. Siz o faktları, faktın biri mətnin əvvəlində verir, biri ortasında, biri axırında. Siz o faktları əlaqələndirərək müəyyən bir nəticəyə gəlib çıxası olacaqsınız və yaxud da ki, hadisədə əlaqələndirərək hər hansı bir nəticəyə çıxası olacaqsınız. Bir hadisədən doğan başqa bir hadisəni müəyyənləşdirəsi olacaqsınız. Çox böyük ehtimal ki, mən belə təxmin edirəm ki, bu istiqamətdə olar suallar. Səbəb nəticə əlaqəsinin müəyyənləşdirilməsi ötən ildə də var idi. Əksəriyyətinizə bəlli olan məsələdir. Səbəb nəticə bir o qədər çətin olmur. Çünki gözümüzün qarşısında mətn olur. Mətndə bir hadisə verilir. O hadisədən doğan nəticə, yəni çətinlik yaradacaq bir sual tipi deyil deyə düşünürəm. Sətiraltı fikir və informasiyanın müəyyən edilməsi, baxın, ötən ildə yoxdur bu. Bu da yeni daxil edilmiş yarımbaşlıqdır. Gəlin bunu da qeyd edək. Sətiraltı fikir və informasiyanın müəyyən edilməsi. Maşallah olsun, bu il mətnimizin deməli fəaliyyət istiqamətini genişləndiriblər. Demək ki, mətnlər üzərində işə daha çox diqqət yetirmək lazımdır. Əgər yeni bir başlıq daxil ediblərsə, çox böyük ehtimal ilə həmin başlığın altında sizə suallar təqdim olunacaq. Adətən belə olur. Yeni bir ta ki yarımbaşlıq daxil edir və ya da ki ədəbiyyata yeni bir əsər daxil edir, mütləq ki o əsərdən sual olur. Ona görə bu yeni daxil edilmişlərə xüsusi diqqət yetirin. Yaxşımı? Sətiraltı fikir və informasiyanın müəyyən edilməsi nədir? Müəllif bəzən birbaş demir. Hər hansı bir kinayə üslubundan istifadə eləyərək bizə hansı fikri çatdırır üstörtülü şəkildə. Biz, baxın, həmin əsərdə təqdim olmuş olan sətiraltı fikri müəyyənləşdirməliyik. Yəni, təqdim olan mətn əsasında əlbəttə ki. Bu, sizin mənə elə gəlir ki, ədəbiyyatınıza bağlı olan bir məsələ olacaq. Ədəbiyyatı yaxşı olanlar bunun öhdəsindən yaxşı gələcəklər, inşallah. Mətndə problemin müəyyən edilməsi, ən böyük problem ilə problemin müəyyən edilməsidir. Problemin müəyyən edilməsi nədir? Baxın, belə deyək də, siz müdavimisiniz və siz yazılmışsınız kursa ki,
hazırlaşasınız və ilin sonunda gözəl nəticə əldə edərək birinci özünüzü mükafatlandırasınız, sonra sizlərin üzərində əziyyət çəkən müəllimləri mükafatlandırasınız və işlə təmin olunasınız. Eləmi? Yazılmısınız kursa, amma düzə demişəm, bir türlü işə başlaya bilmirsiniz, bir türlü dərslərə adaptasiya ola bilmirsiniz. Günə sata-sata gedirsiniz, bugün əşli qalsın, sabah eləyərəm, sabah qalsın, biri gün eləyərəm, belə-belə davam eləyir. Bir də ayılırsınız ki, bilmirəm, bilirsiniz bu misalı yoxsa yox, 30 günlük şirin çay misalı. Yenə şagirdlərlə əlaqələndirəcəm. Şagirdlərə həmişə deyirəm ki, belə eləyək də, hər səhər durub biz şirin çay içməliyik. Durdun bir səhər içmədin, ikinci səhər içmədin və ayın sonunda 30 stəkan şirin çayı qoyular sənin qarşına ki, al iç. 30 stəkan şirin çayı birdən içə bilərsiniz, xeyr əlbəttə ki, içə bilməzsiniz. Buna nə fiziki gücünüz, heç nə çatmaz da. 30 stəkan şirin çayı birdən içmək olmaz. Dərsi də belə düşünün. Bugün eləmədin, sabaha saxladın, sabahınkini, o birisi günə saxladın, belə-belə davam elədi. Sən necə ki 30 günlük şirin çayı bir günə içə bilməzsən, eyni zamanda 30 günlük dərsi bir gün öyrənə bilməzsən. Və beləcənə bu, belə deyək də, getdikcə sən o tapşıları vaxtına yerinə yetirmədikcə özün öz yükünü artırmış olursan. Özün çətinə salmış olursan, nəticədə də heç bir uğur əldə eləmirsən. Baxın, problem budur. Başlaya bilməmək problemidir. Eləmi? Amma sən bir addım atsan, neynəsən? Dursan, özün məcburisən ki, yox, mən bu şirin çayı bu səhər içəcəm. Eb yox, harasa geciksəm də, eb yox, görməli nə qədər işim var, əşə yemək vaxtıdır, vay, işə gecikirəm, evdən tez çıxmalıyam. Yəni, sən bütün bunları gözə alaraq o şirin çayı içib çıxsan, nəhayətində ayın sonunda sənin o yığılmış şirin çayların olmayacaq. Eləcə də sən öhdəliyində olduğu o tapşırıqları yerinə yetirsən vaxtında, ilin sonunda sən əziyyət çəkməmiş olacaqsan, axı vaxtına yerinə yetirmirsən. Deməli, bir problem var. Mən işə başlaya bilmirəm problemi, mən dərsə yönələ bilmirəm, mən tapşırıq eləyə bilmirəm problemi. Bu problemin də həlli nədir? İlk addımı atmaq, başlamaq. Baxın, problemi də tapdıq, problemin həllini də tapdıq. Sizə təqdim olunan əsərlərdə də, sizə təqdim olunan mətnlərdə də məsələ budur. Mətndə bir problem qoyur, sən bu problemi müəyyənləşdirməlisən ki, bu problem nədir və onun həlli yolu nədir? Bu qədər sadə. Bunu tapmaq üçün nə edirsən? Bayaq dediyim yox. Mətnini hiss edirsən. Fikrini ancaq və ancaq mətnə yönləndirsən, başqa da heç nə. Yaxşımı? Bu da bu. Sonra deyir ki, mətn tiplərinin nəqli, təsviri və mühakimənin müəyyən edilməsi bu ötən ildə var idi və olduqca maraqlı mövzudur, çox rahat mövzudur. Biz bilirik ki, mətnlər nəqli olur, təsviri olur və mühakimə tipli olur. Nəqli tipli mətnlərdə bizə bir adından da görünür ki, hadisə nəql edilir, təhkiyə edilir, nağıl edilir. Təsviri mətnlərdə biz təsvir görürük. Aydın bu təbiət təsviri olur və yaxud da ki, hər hansı bir obrazın sözlərlə portretinin verilməsi də ola bilər və yaxud da ki, bir otağın təsviri ola bilər. Müxtəlif tipdə bizə verilə bilər. Mühakimə tiplidə də deyirdik nədir? Müəllif bir məsələni qaldırır, bir sual qoyur ortaya mətnin başlanğıcında. Daha sonra irəli sürdüyü bu sualı, irəli sürdüyü bu fikri əsaslandırmağa çalışır. Əsaslandırmaq üçün də müxtəlif arqumentlər gətirir. Və gəlir nəticədə deyir ki, mətnin əvvəlində sürdüyü fikir bu idi. Mətnin əsas hissəsində həmin fikri əsaslandırmaq üçün arqumentlər irəli sürdü və son hissədə, nəticə hissədə əvvəldə verdiyi həmin fikri əsaslandırır. Bu da olur mühakimə tipli. Yəni, sanki sual-cavab edir də, sanki mən bir fikir irəli sürürəm, sonra bu fikrimi təsdiq edəcək arqumentlər irəli sürürəm, sual verirəm, sualıma cavab verirəm, özümdən danışıram, sizə verdiyim fikri sübut eləməyə çalışıram. Baxın, mühakimə budur, mühakimə eləyirəm, bir fikri mühakimə eləyirəm. Bu doğru bizim mühakimə tipli mətnimiz, çox rahatdır. Amma adətən necə düşür? Sizə mətn verdik, da ki, deyir ki, bunun tipini müəyyənləşdir. Adətən verdiyi həmin mətnlər bir tipli mətn olmur. Yəni, təkcə nəqli olmur və ya təkcə təsviri olmur. Bəzən eyni mətn içində siz həm nəqli görürsünüz, həm də təsviri görürsünüz. Bu olacaq artıq nəqli təsviri. Və yaxud da ki, mühakimədə görürsünüz, təsvir də görürsünüz. Olacaq mühakimə təsviri tipli. Daha çox nəqli təsviri tipdə verilir. Daha çox budur. Yaxşımı, bu məsələdə də diqqətli olun. Növbəti obrazların səciyyələndirməsi, bu da yenə ədəbiyyatınızla bağlı məsələdir və bu ən əsas da nə ilə bağlı məsələdir? Siz insan xarakterini müəyyənləşdirən sözlər var. Əzimkardır,
fədakardır, ta ki optimistdir, pessimistdir, nikbindir, bədbindir, xeyirxahdır, təvazökardır. Bax, bu tipli sözlərin həqiqətən də mənasını bilirsinizmi? Baxın, buna bağlıdır. Bəli, belə baxırıq ki, nə var? Mən fədakar sözünün mənasını bilmirəm, əzmkar nədir bilmirəm ki, və yaxud da ki, tutaq ki, mən bilmirəm ki, belə deyək, nə deyim, nikbin insan nədir? Adətən nikbinə, bədbinə səhv salırlar. Yəni, əgər sən bu sözlərin mənasını bilirsənsə, sən bu sözləri mətndəki obrazla əlaqələndirə biləcəksənsə, sənin bu sual tipindən qorxmağına ehtiyac yoxdur. Yaxşımı? Əsas məsələ bax bunları bilməyindir. Bunları bildinsə obrazlarda qəşəng səciyyələndirə biləcəksən. Narahat olma. Və yeni tip, baxın budur. Qrafik və verbal qrafik informasiyanın təhlil edilməsi. Nədir bu? Baxın, ötənki çərçivə sənətində yox idi və ondan əvvəlkində də yox idi. Bilmirəm, bəlkə də ötən illərdə olub, yəni son 2-3 il bilirəm ki, son 2-3 ildə yoxdur. Bizə bir sxem təqdim oluna bilər, bizə bir şəkil təqdim oluna bilər, bizə bir diaqram təqdim oluna bilər. Həmin diaqrama baxaraq biz gəlib bir nəticəyə çıxmalıyıq. Məsələn, diaqram verər, tutaq ki, bu il bir ay ərzində, tutaq ki, oktyabr ayı ərzində filan marketdə satılmış qida məhsullarının statistikası çıxarıla bilər. Məsələn, süd məhsulları bu qədər satılıb, tutaq ki, qənnadı məhsulları bu qədər satılıb, un məhsulları bu qədər satılıb. Həmin diaqramda bunun şərti işarələrini göstərəcək. Biz o şərti işarələrin vasitəsilə gəlib hər hansı bir nəticəyə çıxacağıq. Bu da gedəcək sizin biraz deyək də sxemi, cədvəli oxuya bilmə bacarınızda. Deməyin, indi bizim də riyaziyyat bacarınız yoxlar. Bu riyaziyyat deyil. Sadəcə olaraq belə deyək də o qeyri-verbal nitqdir də, verbal qrafik nitqdir də. Yəni sən cədvələ baxaraq nəyi necə başa düşürsən? Bax budur. Və şəkil də verilə bilər bəzən. Şəkil əsasında da qurula bilər bu məsələ. Ona görə də diqqətli olun. Düşünürəm ki, əgər cədvəllərlə aranız yaxşıdırsa, o klasterlə falan aranız yaxşıdırsa, bəlkə bu hardasa müəyyən qədər kimi olur, amma yox. Məncə o yox. Məhz elə bu diaqramlarla iş istiqamətində olacaq. Çox böyük ehtimal ki. Və ilk ildə deyə bir o qədər də çətin salmayacaqlar. Bunu gələcək illərdə çətinləşdirə bilərlər. İlk ildə adətən daxil edilmiş bu qeyri-adi mövzuları bir o qədər də çətin salmırlar. Belə, mətnlərimizlə işimizi bitirdik. Gəldik, çatdıq yazıya. Durğu işarələrinin işlənmə qaydası hər kəsdə bəllidir. Ötən ildə var idi. Planın tərtib edilməsi. Bu da əslində mətnlə bağlı bir məsələdir. Adətən plan tərtib edilməsindən bağlı çətin sual olmur. Əməli yazılar, ərizə, tərcümeyi hal, akt, məktub və s. Baxın, bunu görəndə, xüsusən deməli, MİQ-ə bu il imtahan verəcək müdavimlərə müraciət etmək istəyirəm. Düşünməyin ki, sizə orada götürüb ərizə yazdıracaqlar və yaxud da ki, akt yazdıracaqlar və yaxud da ki, deyəcəklər tərcümə halını yaz. Yox. Ümumiyyətlə, MİQ-də oturub yazacağınız bir sual yoxdur. Açıq tipli sual yoxdur. Hər biri qapalıdır. Yəni, hər biri A, B, D, C, Y variantlar üzərində qurulmuş testlərdir. Sadəcə olaraq sizə sxem verilə bilər ki, bu hansı əməli yazı növünün sxemidir və yaxud da ki, hər bir əməli yazı növünün özü məsul xüsusiyyətləri var. Xüsusiyyətlərini sadalayır, deyir ki, bu hansı əməli yazı növünə aiddir. Və yaxud da ki, filan əməli yazı ilə filan əməli yazının ortaq cəhətləri hansılardır? Bu istiqamətdə olur. Oturub sizdən heç kim orada yazı yazmaq tələb eləmir. Narahat olmayın. Ədəbi dilin normaları, nik mədəniyyətin yoxlanılması, normalar olmazsa olmaz sualdır. Hər il olur. Özdə deyərdim ki, imtahanın ən çətin suallarından biri məhz normalarla bağlı suallar olur. Xüsusi diqqət yetirin normalara. Ədəbi dilin üslublarının yoxlanılması. Baxın, bu üslubla bağlı sualın mətndə qarşımıza çıxırdı ya, adətən üslubla bağlı dil qaydası olmur, amma yenə də hər ehtimala qarşı veriblər. Allah canlarını sağ eləsin. Nə deyək? Fonetika. Baxın, fonetika eynən keçən olduğu kimi qalıb, hər hansı bir dəyişiklik yoxdur. Saitlərin, samitlərin yazışı və tələffüzü, sözün hərf və səs tərkibi, ahəng qanunu, heyecan vurğu, fonetik təhlil. Yəni, qeyri-adilik yoxdur, bildiyimiz fonetikadır. Fonetikadan xüsusən sizlərə vəsiyyət eləyim, nəsiyyət eləyim, bilməm neyiniyim, sözlərin düzgün yazılışı məsələsi, orfoqrafiya məsələsi. Yəni, bu il bütün müəllimləri vurmaq istədikləri yer, istərsə də elə dövlət imtahan mərkəzində, şagirdlərindən istər buraxılış imtahanında, istərsə də qəbul imtahanında məhz
orfoqrafiya ilə bağlı sual təqdim olunmuşdu. Onlardan şagirdlərdən sözün düzgün yazılışını müəyyənləşdirmək tələb olunmuşdu. Eyni zamanda MİQ imtahanında. İstər bu Azərbaycan dili dövlət dili istiqamətində olmuş sual olsun, istər ibtidai təhsil olsun, istərsə də ki Azərbaycan dili filologiya istiqamətində olmuş olsun və sertifikasiyada olmuş olsun, hər istiqamətdə orfoqrafiya ilə bağlı sual var idi. Yəni balacasından tutmuş böyüyünə kimi hər bir istiqamətdə orfoqrafiya ilə bağlı sual vardı. Ona görə də fonetikada xüsusən orfoqrafiyaya diqqət yetirin və sözü ki, sözün fonetik təhlilinə vurğu məsələsi də var idi bu il. Sonra leksika, sözün leksik və qrammatik mənası, sözün həqiqi və məcazi mənası, bunları bilməyin sənə mətndə çox kömək olacaq. Çox mənalı sözlər, amonimlər, sinonimlər, antonimlər, frazeoloji birləşmələr xüsusi qeyd edilmək istəyirəm. Demək olar ki, hər il imtahanda qarşımıza çıxan suallardan biridir. Frazeoloji birləşmələrlə bağlı suallar, amonimlərlə bağlı suallar və terminlər. Davam eləyək. Hara getdi bu? Oxuduq hamısını. Bəli. Oxuduq, indi gəldik söz yaradıcılığına. Söz yaradıcılığında bir dəyişiklik var. Belə ki, ötən il sözün eyni köklü sözləri mən bayaq gördüm axı. Bir dəqiqə. Heç nə, indi görmürəm. Görək, bəlkə oxusam görəcəm. Kök və şəkilçi ötən ildə var idi, bu ildə var. Sözün quruluşça növləri bütün nitqçələrini əhatə edən. Bəli, baxmayaraq ki, dərsliklərdən ismin quruluşça növləri, sifətin quruluşça növləri falan çıxarılıb. Buna baxmayaraq, baxın, bu başlıq saxlanılıb. Niyə saxlanılıb? Çünki əslində ismin quruluşça növü, sifətin quruluşça növü ayrıca başlıq altında dərslikdə olmasa da hal-hazırda mövcud qüvvədə olan dərsliklərdə. Axı sözün quruluşça növləri başlığı var və sözün quruluşça növləri başlığında həm ismin, həm sifətin, həm də digər nitqçələrinin quruluşça növləri soruşula bilər. Çünki nəticə etibarilə isim də sözdür, sifət də sözdür, elə deyilmi? Mürəkkəb sözlərin yaranma yolları və orfoqrafiyası, sözün başlanğıc forması, sözün tərkibinə görə təhlili. Eynən olduğu kimi saxlanılıb. Kim qaldı mənim eyni köklü sözlərdə? Bu cür eləyəndə nədənsə PDF-də problem yaranıb. Baxın, indi doğru açıldı PDF-ə. Baxın, budur. Bu tərəfdəki PDF-də nəsə problem var idi, dostlar. İndi düzəldi. Deyirəm, mən eyni köklü sözlər görmüşdüm. Baxın, indi bu ilki MİQ çərçivəsində, baxın, 2026 budur. Bayaq nəsə problem yaranmışdı. Deməli, biz görəcəyik burada hiperonim və hiponim anlayışını, 6-cı sinif dərsliyinə daxil olmuş anlayışdır. Biz bunu keçən il görmürdük leksikada. Keçən il, baxın, leksikasında hiperonim, hiponim yoxdur. Yaxşımı? Dəyişiklik budur leksikada, leksikologiyada. Söz yaradıcılığında isə eyni köklü sözlər keçən il çıxarılmışdı, bu il yenidən daxil edilib. Niyə daxil edilib? Çünki dərsliyə yenidən qaytarılıb. Keçən qüvvədə olan dərslikdə yox idi eyni köklü sözlər, amma bu il qüvvədə olan dərslikdə eyni köklü sözlər var. Yaxşımı? Ona görə eyni köklü sözlər mövzusu geri qaytarıldı. Hiperonim, hiponim də 6-cı sinif dərsinə daxil edilmiş, çox da belə vacib əhəmiyyəti olmayan bir mövzudur. Amma şagirdlərə tədris eləməliyik deyə bu mövzu da MİQ çərçivə sənətinə daxil edilib. Belə davam eləyək. Bu ötənkini yerləşdirək. Görək, inşallah yenə də qarışmaz. Qarışdı yenə. Gəl çox böyütməyim, çox böyüdəndə qarışır. Morfologiyada bir fərq yoxdur. Morfologiya üçün vaxtımızı sərf eləməyə dəyməz. Eynən olduğu kimi qalıb. Heç bir dəyişiklik yoxdur. Köməkçi nitqçələrində də heç bir dəyişiklik yoxdur. Elə morfologiya deyəndə onsuz da əsas və köməkçi nitqçələri hamısı nəzərdə tutulur. Belə bir ciddi dəyişiklik yoxdur. Narahat olmayın. Sintaksi bölməsindən gəldikdə isə baxın nə təqdim olur? Söz birləşmələri, sadə və mürəkkəb söz birləşmələri bildiyimiz məsələlərdə eynən keçənlərdə olduğu kimidir. Buradakı dəyişiklik, baxın, burada ikinci dərəcə üzvlər sözün yazılışına xüsusi diqqətinizi yönləndirmək istəyirəm. Baxın, əvvəllər bu ayrı yazılırdı. İkinci dərəcəli üzvlər formasına yazılırdı. Sıradan lüğətdə ikinci dərəcəli formasında verildi. İndi dərslikdən yeni dərslik yenə ayrı yazılıb. Amma ayrı yazılsa da hal-hazırda qüvvədə olan lüğət bu sözü bizə bu formada təqdim edirdi. Elə çərçivə sənətində də bitişik yazılıb. Burada əlavə olunan məsələ bilirsiniz nədir? Cümlə, söz cümlə, baxın, ötən il yox idi cümlə, söz cümlədə. Sonra verdi məqsəd və intonasiya görünümləri. Bu il daxil ediblər müxtəsər və geniş cümlə anlayışını. Baxın, bunu daxil ediblər bu il. Amma keçən il yox idi bu məsələ. Sintaksla bağlı digər məsələlər olduğu kimi qalır.
olduğu kimi qalır. Yəni başqa da heç bir dəyişiklik yoxdur. Lap sonunda da yazının növləri verilib bizə. Yazının növləri, bundan sonra isə ədəbiyyat təqdim olunur. Başı bəlalı ədəbiyyat. Bu qədər. Ümidvaram ki, izahım sizlər üçün aydın və anlaşılıqlı oldu. Ümidvaram ki, az da olsa faydam dəymiş oldu. Sizə demək istədiyim odur ki, özünüzü qorxuzmayın. Qorxulu heç nə yoxdur. İmtahan sizdən qorxsun ki, siz Yanaşım Tədris Mərkəzində hazırlaşıb o imtahana getmişsiniz. Sizin bu cür dəyərli müəllimləriniz var. Yaxşımı? Motivasiyadan düşməyin, ruhdan düşməyin. Sizin öhdəsindən gələ bilməyəcəyiniz iş yoxdur. Sizin öhdəsindən gələ bilməyəcəyiniz çətinlik yoxdur. Sadəcə olaraq hədəfinizi düzgün seçin və çalışın ki, hədəfinizə doğru çıxdığınız yolda heç vaxt özünüzü büdrətməyəsiniz və kənar təsirlərə məruz qalmayasınız. Bu qədər. Diqqətiniz üçün təşəkkürlər.